və məntiqi şəkildə yanaşırıq biz araşdırmalara. Nə deməkdir? Məntiqi proses şəklində. 100% etibarlılıq və 100% düzgünlük arasında formalaşır. Bu məntiqi əsaslanma, məntiqi düşüncə, deduktiv yanaşma var. Burada deduktiv düşüncə tərzi çalışır doğruluğunu təsdiqləməyə. İnduktiv düşüncə tərzi isə doğruluğunu ola bilsin ki, doğrudur deyə təsdiqləməyə çalışır. Abduktiv düşüncə tərzi isə bu ikisi arasındadır və normalda nəticədə ümumi araşdırması çətin olan məsələ, nəticəsi olmayan qarışıq biraz məsələlərdə bu abduktiv düşüncə tərzi ortaya çıxır və buna əsaslanaraq çalışırsan ki, nəticənin ən yaxşı ehtimal olduğunu ortaya qoyasan. Və eksperimentlər bu üç düşüncə tərzi ətrafında qurulur. Eksperimentlər deməyim, ümumiyyətlə tədqiqatlar. Deduktiv tədqiqat dedikdə biz başlayırıq hipotezdən, nəzəriyyə ortaya qoyuruq, yəni hipotezi qoyuruq, sonra müşahidə aparırıq, eksperimental, praktikal və bunu analiz edirik və nəticə çıxardırıq. Bu deduktiv bir əsaslanmadır. Misal olaraq, günəş şüası olmadan bitki böyümür. Biz neynəyəcəyik? Bitkini qaranlıqda saxlayacağıq. Bu fərziyyəni doğru olduğunu müşahidə etmək üçün və bu tədqiqatı aparıb bunun kəmiyyət təhlilini aparacağıq və hipotezimizi yoxlayacağıq. Sadə və düpbədüz bir metod. İnduktiv düşüncə nə deməkdir? Konkret bir müşahidəmiz var. Konkret müşahidə deyəndə mən əslində görülən patternlar deyirlər, belə misal gətirək. Hansısa bir gölə baxırsınız və oradakı balıqların deformasiya olduğunu görürsünüz. Və deyirsiniz ki, ümumi nəticə nədir? Göl çirklənmiş ola bilər. Bu sizin oradan nəzəriyyəyə verdiyiniz dəstəkdir. Və burada artıq keyfiyyət tədqiqatında belə bir induktiv düşüncə olur. Keyfiyyət tədqiqatı nədir? Gözlə görəndə baxırsınız, gözlə görülür, amma kəmiyyətlə ona rəqəm qoya bilmirsiniz. Və abduktiv yanaşma düşüncə tərzi necə olur? Yəni mümkün qədər çıxan nəticəni, müşahidəni izah etməyə çalışırsınız. Hansısa bir müşahidə etmisiniz, amma onu dəstəkləməyə və analiz etməyə heç bir data yoxdur, amma ki bu belə ümumi bir müşahidə var. Misal gətirirəm, şagirdlər imtahan nəticələrində qəfil eniş müşahidə edirsiniz, heç bir yəni araşdırma aparmamısınız və izah verirsiniz ki, ola bilsin müəllim heyətində və proqramında dəyişiklik ola bilər ya da olubdur. Belə bir şey. Burada artıq diaqnostik araşdırmalara deyirlər, halların təhlili və hipotezin formalaşdırması. Bu abduktiv düşüncə tərzini və əsaslanmanı biz elə araşdırmaların əvvəlində istifadə edirik. Sonra isə gəlir artıq deduktiv əsaslanma, hipotez müşahidə analiz nəticə və induktiv əsaslanma isə hər iki tərəfdən, yəni hər iki anda deyə, həm başlanğıcda, həm də ki ortalarda istifadə olunan bir əsaslanmadır. Çünki dəstək əsaslı istifadə olunur. Hansısa bir elə bir müşahidə aparmısınız, analiz etmisiniz və onun nəticəsi ya doğrudur, ya səhvdir və buna əsaslanaraq artıq siz o müşahidə edilənə, pattern'a ya dəstək verirsiniz, ya da ki mümkün qədər izah edirsiniz və belə bir dinamikada siz öz sintezinizi quraşdırmış olursunuz.